Hesab edirəm ki, indiki situasiyada Fransanın da vəziyyətdən uduşlu çıxmaq istiqamətində bir siyasət yürütdüyünü demək mümkündür. Çünki rəsmi Paris həm proseslərdən bir ofsayd vəziyyətdə qalmaq istəmir, eyni zamanda hansısa bir gəlirlə çıxmaq istəyir bu situasiyadan. Çünki bir tərəfdən onun müttəfiqi faktiki olaraq Rusiyada hansısa bir formada Rusiya ilə bağlı məsələlərdə, münasibətlərdə haçalanma varsa, amma Qərbdəki müttəfiqi İran savaşına qatılıb faktiki olaraq və həll edici bir mərhələdədir bu müharibə hesab edirəm ki. Və bu durumda Fransa hansısa bir formada özünün də bu proseslərdə iştirakçı olduğunu nümayiş etdirmək istəyir. Eyni zamanda İranla hansısa bir şübhəsiz ki, danışıqlarda bir bazarlıq predmeti olan bir istiqamət də araşdırılır. Burada dövrəyə girmək istəyən dövlətlərin sayı elə də çox deyil. Çünki vəziyyət o qədər gərgindir. Xüsusilə də ABŞ-nin və İsrailin İranla bağlı barışmaz bir mövqe sərgiləməsinin özü bir sıra paytaxtları çəkinməyə vadar eləyir. Və xüsusilə də Omanın timsalında sülh missiyası nəticə vermədi və danışıqların gedişində elə bombardmanlar başladı. Bu mənada prosesə qatılıb yenə də eyni vəziyyətin təkrarlanmayacağı barədə bir təminat yoxdur. Üstəlik rəsmi Tehranın özünün də vəziyyətlə bağlı konkret olaraq şərtlər irəli sürməsi və xüsusilə də İranın təhlükəsizliyi ilə bağlı təmin olunması ilə bağlı tələbini açıqlaması və eyni zamanda bombardmanlar nəticəsində İrana dəymiş zərərin ödənilməsi ilə bağlı israr etməsinin özü hesab edirəm ki, rəsmi Tehranın da hələ ki bu proseslərdə dayanmaq niyyətinin olmadığını deməyə əsas yaradır. Bu mənada Avropa İttifaqının önəmli bir ölkəsinin dövrəyə girməsi heç şübhəsiz ki, hansısa bir digər dövlətlərin də maraqlarını ifadə edə bilər. Xüsusilə də son vaxtlar güman edirəm ki, Makronun hərəkətə keçməsinin bir səbəbi də İrandan Avropaya ünvanlı bir təhdid oldu. Ki, Avropa ölkələri də müharibəyə cəlb oluna bilərlər, yaxud da hədəfə məruz qala bilərlər. Bu mənada həm situasiyanı yumşaltmaq niyyəti ortadadır heç şübhəsiz ki, biz bu prosesdə tərəf tutmuruq bir davranışını sərgiləmək bir niyyəti. Necə ki, Böyük Britaniya daha kənarda qalmağa üstünlük verdi. Eyni zamanda proseslərdə vasitəçilik niyyətini ortaya qoymaqla bölgədən əlavə dividendlər əldə etmək bir siyasəti burada önəmli rol oynayır. Amma hələ ki məsələ aydındır. Bəs İranın Xark adasının vurulması və nəzarətə götürmək niyyəti Amerika Birləşmiş Ştatlarının İranın dirənişini qırmaq hədəfinə gedən yolda C planı kimi dəyərləndirilə bilərmi? İndiki halda ilə ABŞ-nin əsas məqsədlərindən biri Xark adası ilə bağlıdır. Çünki İranın neft ehtiyatlarının böyük hissəsinin marşrutunu əsas bir mərkəzi sayıla bilər və bu adanın ələ keçirilməsi ilə faktiki olaraq İrana ciddi zərbə vurulmuş ola bilər. Bu mənada güman eləmirəm ki, bu adanın zəbti elə asanlıqla başa gələ bilər. Çünki bir qan arteriyası kimi bir şeydir İran üçün bu adanın mövcudluğu. Yəni hava zərbələri ilə, hansısa bir nöqtəli zərbələrlə sıradan çıxarılma, zərər vurma bir niyyətləri gerçəkləşsə belə, ümumilikdə adaya tam nəzarət olunması və Amerika əskərinin burada mövcudluğundan söhbət gedə bilməz. Çünki Tehran üçün bu ölüm-qalım məsələsidir. Hesab edirəm ki, bu da Elşad bəy, A planı Xameneyinin öldürülməsi və belə deyək, hava zərbələri ilə hakimiyyətin təslim olması baş tutmadı. B planı başda Kürdlər olmaqla silahlı qrupların hərəkətə gətirilməsi variantı rəfə qaldırılmasa da təxirə salındı və nəticədə bu C planı işə düşdü, eləmi? Belə demək olar. Amma Trump özü də axı bir mənalı mövqe sərgiləmir. Vaxtaşılı mövqeyində bir addım irəli, iki addım geri bir yanaşmaları müşahidə etməkdəyik. Gah İranın faktiki olaraq məhv edildiyini,
bütün hərbi, iqtisadi, bütün sferların darmadağın olunduğunu iddia eləyir. Eyni zamanda qarşıdakı günlərdə daha ciddi şəkildə İrana zərbələr endiriləcəyini bildirir. Amma faktiki situasiya elədir ki, İranın dini rəhbərinin öldürülməsi ilə İranın az qala çökdürüləcəyi və kapitulyasiyaya məruz qoyulacağı barədə bir iddialar özünü doğrultmadı. Hətta bugün bir informasiya bulanıqlığı da var, heç şübhəsiz ki. Xüsusilə də yeni dini liderin ortada görünməməsi ilə bağlı, hətta son xəbərlər ondan ibarət oldu ki, o yaralı vəziyyətdə müalicə üçün Rusiyaya aparılıb və s. Amma bu da o qədər inandırıcı deyildi. Mənim əslində bu məsələ ilə bağlı biraz da yanaşma fərqlidir. Məncə İranın əvvəlki dini lider, onun bir məntiqi nəticəsini də biz görə bilmirik indiki halda. Siz də bir qədər öncə qeyd elədiniz, hazırda İranın əsas gəliri olan neft ixracının qarşısını almaq, rejimin gəlirlərini məhdudlaşdırmaq istiqamətində addımlar atılır Amerika Birləşmiş Ştatları tərəfindən. İranın neft ixracının 90%-ni təmin edən adanın hədəfə alınması da buna hesablanıb. Bu, Amerika Birləşmiş Ştatlarının İranı Hörmüz boğazında atdığı addımlardan çəkindirmək məqsədi kimi görünsə də, müharibənin gedişinə təsir edəcək faktor olan neft infrastrukturu ilə bağlı hansı mühüm addımları görə biləcəyik gələcəkdə? Məsələn, hərbi hədəflər məhv edildikdən sonra, belə deyək, xüsusi təyinatların yeridilməsi ilə adanın nəzarətə götürülməsi ya da neft infrastrukturunun məhv edilməsi. Amerika Birləşmiş Ştatları hansı addım ata bilər? Bir anlıq təsəvvürlük ki, Amerika və yaxud da İsrail əskərləri adaya hansısa bir formada əməliyyat keçirmək niyyətinə düşürlər və bu ada ilə bağlı bir hərəkətə keçdilər. İran səssizmi qalacaq? İran üçün xüsusilə də indi vaxtaşırı dəniz pişiklərindən tutmuş digərlərinə qədər bir mesajlar verilir. Bu barədə niyyət ifadə olunur. Amma 90 milyonluq İranın qarşısında hesab edirəm ki, Amerikanın bir neçə minlik hərbçi ilə əməliyyat keçirməsi onun üçün heç bir halda uduş vəd eləyə bilməz. Eyni zamanda İranın qısa bir müddət ərzində, hətta neft gəlirlərindən məhrum olsa belə, 50 ilə yaxındır bir sanksiyalar altında olan bir ölkə, əgər özünü toparlayıb indiki vəziyyətə qədər gətirib çıxara bilibsə və heç bir çoxlarının təsəvvür etmədiyi şəkildə müharibədə müqavimət göstərməyə imkanları əldə edibsə, Trumpın belə heyrətə gəldiyi bir nəticəni göstərə bilibsə, hesab edirəm ki, yaxın aylarda deyil, hətta bir neçə il ərzində də İranın bu situasiyada dözüm göstərmə imkanları olacaq. Baxın, 4 ildən artıqdır Rusiya sanksiyalar altındadır və 20 sanksiya paketindən də sağ-salamat çıxır. Hətta bir sıra hallarda İranla bağlı bir alver predmetində olur Rusiyanın neft satışı və s. ilə bağlı məsələlər. Bu mənada güman eləmirəm ki, İranı qısa bir müddətdə elə sadəcə bir Xaric adasında bir ventili bağlamaqla o bölgədən deyək ki, neftin hər nəqlinə bir qırmızı işıq yandırmaqla prosesi qısa müddətdə həll etmək və ölkəni iflic hala gətirmək mümkündür. İndiki halda etirazları alovlandıra biləcək onsuz da kifayət qədər tədbirlər görülür ölkədə. Deyək ki, o hətta mülki obyektlərin vurulması, sənaye müəssisələrinin hədəfə alınması, fabriklərin, yəni bütün bunlar İran boyunca həyata keçirilən bu əməliyyatlar belə ölkə daxilində hələ ki o mərkəzdən qaçma meyllərini gücləndirə bilməyib. Nə siyasi hakimiyyətdə, nə hərbi qanadda, nə də ki İran vətəndaşları arasında ciddi şəkildə qütbləşmə müşahidə olunmur. Bir sıra hallarda silahlı kürdlərin bəyanatları yayılır. Sadəcə o bəyanatlardan irəli keçmir. Hətta bir Azərbaycan elektoratına da bir müraciət olmuşdu ki, hansısa bir formada əməkdaşlıq və s. Amma real vəziyyətin bir başqa olduğunu İranda kifayət qədər əhali dərk edir. Xüsusilə də bu müharibənin yalnız, hətta bir sıra hallarda şahın oğluna stavka olunmasının özü belə hesab edirəm ki, ABŞ və İsrail koalisiyasına sərt bir dirənişin nümayişi ilə nəticələndi. Əgər yanvar ayında meydanlara çıxan 100 minlər rejim əleyhinə açıq şəkildə mövqe nümayiş etdirirdilərsə,
Amma sonradan Pəhləviyə ünvanlı bir isti münasibəti gördükdən sonra onlar hesab elədilər ki, elə indiki situasiyada, indiki hakimiyyətlə yola davam etmək və xarici düşmənlə mübarizə aparmaq daha doğrudur, daha normal bir həyat vəd edir. Nəinki şahın yenidən onları qətliama məruz qoyan bir liderin oğlunu yenidən İranın başına gətirilməsi. Aydındır.